Salam dostlar. Bu gün yuxular haqqında danışacağıq. Şuurlu yuxular, lucid yuxu haqqında danışacağıq. Mən ilk tanıdığım videomda ondan bir iki gün sonra lucid yuxu videosu gələcəyini demişdim, yəni şuurlu yuxu. Amma fəlsəfi suallara cavab videosu gəldi. Çünki o qədər də vaxtım yox idi. İndi isə yuxular haqqında danışma videosu çəkəcəm və bundan sonraki video 3-cü gün gələcək. Onu videonun sonunda açıqlayacağam hansı video gələcəyini. İndi isə lucid yuxunu nə olduğunu anladıma keçək. Lucid nə idi? Hə, lucid bərrak deməkdir türkcə dilində, yəni açıq, net. O sular olur ha, bərrak deyirik. Onlar dream isə lucid rüya. Əslində bu lucid dreaming deməkdir. Dreaming yuxu, lucid isə bərrak. Yəni bərrak rüya, bərrak yuxu, net yuxu. İndi normal yuxular və şuurlu yuxular, lucid rüya eyni şeydir. Bunu indidən deyim. Arasındakı fərqlər, normal yuxularda biz məsələn gecə yatırıq, normal yuxunu görürük. Onda biz normal yuxunu görəndə onu doğrucu sanırıq. Yəni elə bilirik ki, o doğrucu, sonra oyananda dedik ki, bu doğrucuymuş. Məsələn, qorxulu yuxu görəndə birdən oyanarıq, yaxşı ki, bu doğrucu deyil, yuxuymuş. Amma lucid yuxu, yəni şuurlu yuxu. Bundan sonra şuurlu yuxu deyəcəm, lucid deməyəcəm. Yəni siz anlayasınız deyə. Həm şuurlu yuxu isə bunun biraz daha fərqlisidir. Məsələn, yuxudasınız. Normal yuxuda olduğunuzu bilmirsiniz, sadəcə onu doğrucu bilirsiniz. Amma şuurlu yuxuda onun yuxuda olduğunuzu bilirsiniz. Zaten mən bunun neredeyse profesyonel işçisi gibi ola bilərəm. İndi mən sonra deyəcəm sizə öz yuxu deneyimlərimi anlatacağım. Hə, lucid yuxuda insan özü yuxuda olduğunu bilir. Yəni beyni, bilinci açılır. Məsələn, yuxudasan, bir anda bilirsən ki, yuxudayam. O hiss gəlir içinə. O hissi də artırmaq üçün ilk öncə nələr eləmək lazımdır? Bunlardan da danışaq. Məsələn, ətraf. İndi ətraf eynidir, çünki doğrusu həyatdayıq. Amma bu yuxuda bu ətraf eyni olmaya bilər. Bu ətraf çox başqa bir yerdə ola bilər. Hətta bu ətraf bilmirəm, başqa bir dünyada ola bilər. Yəni elə ola bilər. İlk öncə buna baxırıq. Sonra da əgər ətrafımızda yazı varsa, məsələn, əlimdə bir vərəq var. Bu yazıda nəsə yazır. Yuxuda ona baxırıq və o yazılar əgər çox bulanıqdırsa, biz onun yuxu olduğunu başa düşürük. Və bir dənə də bir şey var, əllərimizə baxmaq. İndi bizim əllərimiz 5 barmaqdır. Yuxuda isə bu 5 barmaq, 6 barmaq, 7 barmaq, ya da 8 barmaq, ya da 9 barmaq, ya da 15, biraz çoxdur, 10 barmaq da ola bilər. Yuxuda belə olur və yuxuda olduğumuzu başa düşməyin daha bir çox yolu var. Mən bu texnikalardan istifadə çox arada edirdim. Məndə bir hiss gəlirdi ki, mən yuxudayam deyə. Ətrafa baxıb bilirdim yuxuda olduğumu. Onlara birazdan değineceğim. Hə, indi şuurlu yuxularda bizim sınırımız yoxdur. Yəni bizim bir xəttimiz yoxdur. Hər istədiyimiz şey edə bilərik. Məsələn, doğruca həyatda bir kino izləyirsən, məsələn Marvel. Oradakı karakterlə məsələn döyüşür, onun yanına getmək istəyirsən. Bunu yuxular vasitəsilə edə bilərsən. Məsələn, gecə yatanda Mild texnikasını bir yerdə birləşdirə bilərsən. Bu iki texnikanı birləşdirəndə niyyət və xəyal eləmə. İlk gecə yatırsan, onda xəyal edirsən. Məsələn, o xarakterlə bir yerdə döyüşürsən. Onu xəyal edirsən və içindən o xarakterin adını deyərək onunla döyüşəcəm, onunla bir yerdə döyüşəcəm deyərək niyyət edirsən və bunu tam yatara qədər edirsən ki, beynin o anda qalsın və o şuur altı yatsın və də sən də yuxuda görə bilərsən. Yuxuda görə bilərsən. Yəni şuurlu yuxular belədir. Və şuurlu yuxularda istədiyimiz şeylər uçmağı, sonra başqa kainatlara portal açmağı, paralel kainatlara getmişdim bir dəfə. Bunu da deyəcəm. Multiverslərə getməyi, yəni istədiyiniz şeyi edə bilirsiniz. İstədiyiniz şeyi edə bilirsiniz. Yəni indi mənim yuxu deneyimlərimi keçək. Mənim yuxularım
çox şeydən ibarətdir. %20'si 30'u biyologiya müəllimindən değişik bir şəkildə. %40'ı kaos, aksiyon, nə qədər belə döyüş, fantastik, sonra bəzi ciddi belə anlamlı rüyalar, yuxular onlardan ibarətdir. Sonra isə qalan %20'si isə normal yuxu. Yəni normal yuxu görür ya, dirişik yuxudur. Yəni belə. İndi mənim yuxudakı deneyimlərim indi kainata keçir. Başqa bir kainata keçmişdim. Mən ilk öncə yaşıl bir yer var idi, yaşıl bir göl. Oradan gedirdim, oradan bir gəmi ilə, gəmi yox qayıq bildiniz də, onunla gedirdim. Sonra başqa bir kainata keçdim. Onda biraz qorxdum ki, başqa bir kainata keçirəm. Zaten yuxuda məsələn bir yerdə olursunuz ha, onda bilirsiniz ki, buradır. Sonra deyirsiniz ki, mən əslində orada Londondaydım, Amerikadaydım, hə, belə. Hə. İndi mən yaşıl bir keçid qapısından keçdim. Orada binalar zət biraz fərqli idi, həm də fərqli dünya kimi hiss elətdirirdi. Fərqli dünya kimi hiss elətdirirdi. Bir də orada fərqli fiziki qanunlar var idi. Məsələn, bir dənə uşağın evinə girmişdim, bir binada, tam bilmirəm, bir də onun yanına uçmuşdum. Belə birdən getmişdim, yəni yuxudda. Hə, ona getdikdən sonra uşaq yeməyini yeyirdi. Yeməyini yedikdən sonra birdən uşağın boşqabında təzədən yemək gəlirdi. İndi mən bunu araşdırdım, bu nə yuxu gördüyümü. Bu əslində fərqli paralel kainatlara keçmişəm və burada da fiziki qanunlar fərqli olduğu üçün bu daha da mənə dəstəkləyir keçdiyimi. İndi isə fərqli şeylər. Məsələn, bəziləri bəzi problemlər var bu yuxularda, bəziləri də deyir. Məsələn, yuxuda bir şey etmək istəyirəm amma olmur. Bunun bəzi problemləri var. Məsələn, yuxuda bir şey etmək istəyəndə onu olacaq deməyin, oldu deyin. Çünki olacaq deyəndə yuxuda o ehtimal verirsiniz, o olmur. Amma oldu deyəndə onun oldu deyə ehtimal verirsiniz, o olur da, olur. Yəni bunu da demək istədim. Mən özüm olacaq deyib eləyəmirdim heç bir şeyi. Bir də mənim bir dənə deneyimim var idi. Bunda insanlarda eşitmişdim. Belə qohumluqlarda eşitmişdim. Bir yuxudakı bir insana sən doğrucu deyilsən deyəndə o qışqırır, belə qorxunc bir şeyə dönüşür. Onu eşidəndən sonra yuxuda bacımı görürdüm və bacımı görəndən sonra ona demək istədim bunu. Yadıma düşdü. Dedim ki, baxın, biz qohumluqda demişdik. İndi mən bunu deyəndən sonra bacım mənə qışqırmağa başladı ki, mən doğrucuyam. Mən doğrucuyam, yəni qışqırmağa başladı. Və sonra yuxu bitdi. Yuxu bitdi. Və mən son bir aydır nə qədər qarmaşıq yuxular görürəm. Yəni maydan bəri o qədər də qarmaşıq yuxular görmürəm. Məsələn, apreldə dostlar, bəzi problemlər çıxdı. İndi təzədən gəldim. Biz harda qalmışdıq? Hə, mən yuxularda sonra yenə gəldim, yenə bəzi problemlər çıxdı. Hə, mən yuxularda bu ay çox qarmaşıq yuxular görmədim. O bir ay da qarmaşıq yuxular görmürdüm. Təzədən gəldim. O bir aylarda da qarmaşıq yuxular görmürdüm. Məsələn, iyun ayına hələ təzə girmişik. Onda o qədər də qarmaşıq yuxu görməmişəm. Mayda da o qədər qarmaşıq yuxu görməmişəm. Amma apreldə və martda çox qarmaşıq yuxular gördüm. Elə o qədər doğrucu yuxular görürdüm ki, mən bu doğrucu həyatdan qopurdum. Yəni bu görəsən doğrudan olub, yoxsa yuxu idi deyə aralıqlarda qalırdım və o vaxtda şuurlu yuxularım çox olurdu və şuurlu yuxular olanda da gerçəkliyə algım itməyə başlayırdı. Yəni gerçəkdən qopurdum ürək. Mənim yuxularım da çox fantastik olurdu bir ara. Yəni izlədiyim başqa paralel, başqa bir kainatdan bir film karakteri, bir animasyon karakterlərini görürdüm. Onlarla bir döyüşürdüm, nəsə eləyirdim belə. Çox fantastik yuxular görürdüm. Və sonra bir ara biologiya müəllimimi 45-dən çox gördüm. Yəni 50 ilə 40 arası, ona çox girməyəcəm. Hə. Sonra başqa nə yuxu? Hə, başqa qorxulu yuxularım da olurdu bəzən. Bu qorxulu yuxularda da tərs su içində oyanırdım. Və
Və indi yadıma düşdü. Bu bayaq yadımdan çıxmışdı deyəndə. Yuxuda mənim qoruyucu varlığım var. İndi bu bəzilərində yalan kimi gələ bilər, amma burada hər şey doğru olur. Yuxularda istədiyimiz kimi uça bilib hər şeyi yarada bilirik. Ona görə də qoruyucu varlığım var idi. Məsələn, mən bir dənə fırtınalı yerdə idim. O fırtınalı yerdə olanda da mənim hamı bir-birinə tutuşurdu. Belə o fırtınadan qorunmaq üçün qaçırdılar. Mən də qışqırırdım ki, məni də qoruyun. Və orada da bir dənə ağ bir dənə varlıq gəldi, belə işıqlı ağ varlıq. Mənim qoluma girdi və dedi ki, səni qoruyacağam. Belə getməyə başladıq. Sonra da heç bir şey. Bundan sonra onu görənmədim. Və sonra bir dənə də varlıq var idi. Mən məktəbdə olanda belə sinifdən çıxdım. Sonra orada birdən piləkana getdim. Piləkanda belə bir iş çağırırdım nəsələri. Belə tam yadımda deyil. Nəsə eləməyə çalışırdı. Sonra orada məktəbdən tanıdığım bir də hicablı qız var idi. Onun gözləri ağ idi. Mən baxırdım, gözlərim qamaşırdı, belə olurdum. Sonra təzədən düzəlirdi. Bir şey etməyə çalışırdım, yenə olurdu. Sonra bunu yuxu bitdi sonra. Yuxunun bəzi sürələri var, vaxtları var. Bu yuxu bitəndən sonra mən bunu da araşdırdım. Bu əslində enerji vampiri kimi bir şey değil, amma enerji bir varlıq idi. Yəni yuxulardakı enerji varlıqlar olur. Elə idi. Məni gözləmləməyə gəlib. Bunu araşdırdım, bu çıxdı. Bu böyük ehtimalla doğrudur. Çünki bizim şuur altımızda çoxu şeylər olur. Biz bunu görənmirik. Məsələn, yuxuda başqa dünyada olduğunu görə bilirsən. Bu zaten şuur altı olduğu üçün şuurda doğrucu olur. Yəni əslində o varlıq mənim şuur altımda gəlir. Belə doğrucudan cin gəlmir də, yəni bu yuxudur. Nəysə dostlar, mən də yuxularımı və lucid yuxu nədir bunu demək istədim sizə. İndi bu videonu YouTube atacağım və videonun başında demişdim ki, bundan 2 gün sonra video gələcək. Onun hansı video olduğunu deyərəm. Mən dindəki tasarım argümanını dəstəkləmirəm. Məsələn, evrənin qarmaşıq yapısı var, belə hər şey yerində düzənlidir. Bu tasarım argümanı deyilir. Yəni Tanrı var. Bir rəssam varsa, onun da bir resim varsa, onun da bir rəssamı vardır argümanı. Mən buna inanmıram. Bu tasarım argümanıdır. Mən bunu dəstəkləmirəm. Yəni bir tanrı varsa, bu ilə bunu dəstəkləyənməzsən var olduğunu. İndi bunu o tasarım argümanında videosunu çəkəndə danışacağım. İndi isə videonun sonuna gəldik dostlar. Sağ olun, var olun. Video 3-cü gün gələcək.